Uşaqlar diqqətli olun. Artıq bilirik qəbul imtahanları necə düşəcək. Yəni şok oldum ki, tapıb da. Yəni ya belə olacaq, ya bundan çətin olacaq, ya da bundan asan. Dünən TikTokun kəşfiyyətində təsadüfən qabağıma bir video çıxıb. Səhv eləmirəmsə tarix müəllimi idi. Elə başa düşdüm. Amma nə müəllimin özünü tanıyıram, nə ümumiyyətlə videosunu görmüşəm, nə də adını bilirəm. Sadəcə kəşfiyyətdə qabağıma çıxdı. Bir haykü ilə başladı ki video. Uşaqlar diqqətli olun, 10 may imtahanı baş verdi, oldu. Dövlət İmtahan Mərkəzi imtahan keçirdi və artıq bilirik qəbul imtahanları necə düşəcək. Diqqətlə axıra qədər izləyin. Mən də oturub baxıram da, yəqin ki, nəsə olacaq. Müəllim də kəşf eləyib də, orada tapıb ki, yəni belə düşəcək də. Mən də ondan eləyim. Nəysə, axıra gəldik. Axıra yaxın qayıtdı ki, imtahan belə də ola bilər. Yəni bu imtahan gördüyünüz bu imtahan kimi də ola bilər. Bundan asan da ola bilər, bundan çətin də ola bilər. Yəni şok oldum ki, tapıb da. Yəni ya belə olacaq, ya bundan çətin olacaq, ya da bundan asan. Yəni üçündən biridir. Nəysə, inşallah. Deməli, bu videomuzda sizinlə nəyə baxacağıq? Bilirsiniz, 10 may imtahanı oldu. Bunun əsasında nələrə diqqət edək? Hansı mövzular təkrar-təkrar, mən buraxılışda da bunu gördüm. Özüm üçün analiz eləmişəm və sizlərlə də bölüşəcəm ki, hansı sual tipləri təkrar-təkrar düşə bilər qəbula. Baxın, mən çətinliklə bağlı müəyyən şeylər deyəcəm də, amma həqiqətən qabaqcadan bir söz demək çox çətindir. Yəni, imtahan belə mi olacaq, bundan çətin mi olacaq, asan mı olacaq? Şəxsi fikrim olaraq, yəni özüm üçün deyirəm, imtahan bu cür düşə bilər. Yəni, 10 may imtahanı o qədər də rahat imtahan deyildi. Yəni, ortabad bir imtahan idi. Qəbul imtahanları da hardasa belə düşür. Bir balaca bundan asan gözləyirəm. Bir balaca bundan asan gözləyirəm Azərbaycan dilinə. İndi bu gün bu videomuzda biz Azərbaycan dili suallarının məsələn hansılar təkrar eynisi yox, qəti eyni sual düşməyəcək, bunu unudun getsin. Amma mövzu olaraq və sual tipi olaraq o sualları siz təkrar onun kimi sualları qəbulda görə bilərsiniz. Ona görə də bu videomuza çox baxsaz, yəni çox paylaşılsa və eyni zamanda bəyənilsə və şərh yazılsa, təbii ki, bunun ədəbiyyatını da çəkəcəm. Deməli, uşaqlar, başlayaq. İlk öncə mənim belə deyim də, bu imtahanla bağlı, yəni onu deyə bilərəm ki, imtahan sualları çox çətin deyildi, normal idi. Yəni, asan suallar da var idi, çox asan. Yəni, 2 saniyə tapacağım suallar da var idi. Biraz ortabab suallar da var idi. Məsələn, çətin suallardır. Çətin suallar da nədir? Ənənəvi olaraq biz nə görürük? Uyğunlaşdırmalar. Məsələn, görürsünüz bunları, uyğunlaşdırma. Bunlar da müəyyən qədər vaxt apara bilir, amma biraz taktikası olan şagird tez variantlardan çıxır, düz variantı hansınsa birini tapır, onun üzərindən başlayır, əmin olduğu bir şeyin üzərindən onları variantlardan çıxır və yaxud da götürür. Belə-belə nəticə etibarilə bir yerə gəlib çıxır. Bu norma sualıdır, uşaqlar. Norma sualı ilə bağlı onu deyə bilərəm ki, norma sualı zaten düşəcək. Bu ola bilər, situasiya mətnində də ola bilər. Ola bilər, belə bir sual da ola bilər. Yəni belə bir sual deyəndə eynisi ilə, məsələn, burada görürsünüz, konkret nəyə görə normanın pozulduğu uyğunlaşdırması var. Bu sual tipi mənə görə topluda belə şey yoxdur, demək olar ki, yoxdur ki, hə, uyğunlaşdırın və bu cür nəyə görə pozulub. Ona görə burada yeni suallar da var, onu da deyim. Yəni bu tip norma ilə bağlı düşə bilərmi? Düşə bilər, hər şey ola bilər. Yəni təbii ki, bu norma və yaxud da digər suallarda hər şey ola bilər. Amma sadəcə onu deyə bilərəm ki, bu tip yeni idi və istifadə olunan sual tipidir. Amma mən bir şey də deyim ki, norma sualı situasiyada da düşə bildiyi üçün, məsələn, hər hansı bir sözü bərpa et və yaxud burada salmaya da bilərlər. Düzdür, burada həm burada görürük norma sualını, həm də deməli, situasiyada bir dənə sual var. Yəni, sözləri düzəltməklə bağlı. Məsələn, belə suallar, uşaqlar, baxın, bu tipli suallar uyğunlaşdırma deyək və yaxud da nə bilim, üçü birinə aiddir tipli. Baxın, belə suallar görmə ehtimalınız çoxdur, hədsiz dərəcədə. Ümumən, mən sizə bir neçə mövzu deyəcəm. O mövzular daha çox düşür. Mən bunu buraxılışda da demişdim və hansı sual tiplərini də xüsusən işarə edəcəmsə ona diqqət yetirin və o sualın özünü yox, ona uyğun suallar işləməyə çalışın. Bu arada sualları hardan işləyək? İndi də məsələn sınaq qruplarımıza qoşula bilərsiniz. Bu heç. Bu yəni şey üçün deyil ha. Yəni deyim ki, məsələn mənə yazırlar ki, müəllim 10 günüm qalıb, 5 günüm qalıb, nə iş görüm? Yəni bilirsiniz necədir? Yəni konkret belə bir şey deyim də. Bunu istər reklam kimi biliyin, istər özünüz üçün nə bilim fikirləşin ki, müəllim özünə görə deyir. Nə cür düşünürsünüz düşünün.
Yəni 5 gün, 10 gündə ən gözəli sınaq qrupudur. Və qəbula uyğun bu tipli sınaqlar işləməkdir. Yəni söhbət məndən getmir. İstəyirsiniz gedin bir başqa müəllimdə, əgər o cür sınaqlar görə bilirsinizsə, qoşulun bir başqa müəllimə, amma sınaqların normal şəkildə qəbula uyğun sınaqlar işləyin. Ən gözəli budur da imtahan öncəsi. Bu arada onu da deyim ki, blokdan dərhal sonra bizim yeni sürət qrupumuz, ikinci şansa qədər də belə deyək, şansa qədər ikinci sürət qrupumuz da başlayacaq. Ona da indidən qeydiyyat oluna bilərsiniz. Hə, keçək bura. Məsələn, burada bax, deyir ki, eyni məna növünə aid 2 ədat işlənmişdir. Baxın, bu sual tipinə fikir verin. Eyni məna növünə aid ədat. Bunu dəyişib eləyə bilərlər. Eyni məna növünə aid 2 zərf və yaxud da 2 qoşma, nə bilim, 2 modal söz ola bilər. Belə suallar olacaq. Məsələn, nəyinsə 2 növü. Başa düşdünüz? Və yaxud da ki, ola bilər ki, 2 eyni növə aid. Burada onsuz da 2 ədat işlənmişdi. Eyni məna növə aid deyir də, düzdürmü? Bax, belə suallar təkrar-təkrar görmə ehtimalınız var. Hə, bu suala gələk, tabe-i mürəkkəb cümlə. Düşünmürəm ki, bu düşəcək. Çünki tabe-i mürəkkəb cümləsində, düzdür, mən bunu abituriyentlərə həm dərs vaxtı keçmişəm. Belə deyək, sürət qrupumuzda, buraxılışda da keçdim növləri. Yox, buraxılışda keçmədim daha doğrusu. Buraxılışda keçmədim, amma blokda, elə blok sürət qrupunda bunu işlədəndə uşaqlar dedilər, ay müəllim, proqramda yoxdur axı. Gördünüz? Müəllim, proqramda yoxdur axı. Müəllimin dediyi ilə hər şey gəldi, düşdü, qabağınıza çıxdı, hələ sınaqda. Gələk, amma o sualın təkrarən düşəcəyi elə bir sualını düşünmürəm, amma yenə də hər şey mümkündür, yəni ola bilər. Gələk bura. Aha, məsələn, bu suala baxın uşaqlar. Bax, bu sualı görürsünüz də. Bu sual tipi fonetik təhlilə uyğunlaşdırın. Bu sualı onsuz da görə bilərsiniz. Yəni, bu sual həmişə düşən sual tipidir deyə. Bu yenə qarşınıza çıxa bilər. Gəldik, məsələn, bu suala baxsaq, bu sual danış feili ilə bağlı olan sual. Bu, ümumiyyətlə, topluda da var bundan. Bu tipli sual, uyğunlaşdırma. Çətin sual da deyil. Yəni, düşünmürəm ki, bu sual düşsə, uşaqlar çətinlik çəkər. Kaş da düşə. Yəni, burada rahat bir sualdır. Cümlə üzünə uyğunlaşdırırsan, şəkilçilər artırıb tapırsan. Belə deyək. Məsələn, bu sual biraz çaşdırıcı idi. Mən bunu desən, hə, bu sualdır. Venn diaqramı. Buna diqqətli olmaq lazım. Baxın, belə sual həm vaxt aparır, hər şeyə toxunub. Ümumən, mən sizə belə bir şey deyim ki, sintaksis bölməsinə xüsusi önəm verin. Baxın, başlayın, deməli, söz birləşməsindən. Baxın, söz birləşməsinin əsas tərəfi mürəkkəb sözdür, asıl tərəfi sadə sözdür. Söz birləşməsinin özü mürəkkəbdir. Cümlə üzvkümü necədir, mürəkkəbdirmi, yoxsa sadədirmi? Bu anlayışları ümumən qavramalısınız. Qavramasaz onunla bağlı suallar çox verəcəyik. Yəni, buraxılışda yadınızda mənim bir videom vardı. 10 sualdan 6-sında söz birləşməsinə toxunmuşdu. Eynən burada da söz birləşməsinə hədsiz dərəcədə çox toxunulub. Məsələn, bu cümlədə də həm sintaktik əlaqə, baxın, siz idarə əlaqəsini müəllimləriniz yəqin ki, öyrətmir. Düzdür, biz sürət qrupunda da mən onu uşaqlara keçdim, dərs qrupunda dəfələrlə keçmişdim. İdarə, yanaşma əlaqəsi filan hamısını keçmişəm. Niyə keçirəm? Çünki, baxın, qabağınıza sual. Baxın, sən bunu hardan biləsən? Deməli, aslı tərəf, elə bir ki, ikinci misradakı xəbər sintaktik əlaqədə həm əsas, həm də asıldır. Deməli, xəbər əsas olmaq üçün idarə və yanaşma əlaqəsini bilməlisən də. Düzdür? Xəbərin əsas olduğunu bilmək üçün. Xəbər mübtədadan asılıdır, başa düşdük. Üzləşmə proqramda da var. Amma idarə yanaşma yoxdur da. Amma görürsünüzmü? Adını çəkmir. Amma da, salıb da. Qaldı ki, mən məsələn, belə şeirlər və eyni zamanda şeirlərdə uyğunlaşdırmalar, Venn diaqramları. Belə sualları görə bilərsinizmi? Təbii ki, görə bilərsiniz. Baxın, yenə söz birləşməsi məsələsi, söz birləşməsinin asıl tərəfindən sözləri çıxardanda cümlənin sintaktik təhlil sxemi dəyişməyəcək. Məsələsi düşüb burada. Bu sual zaten asan bir sualdır. Bilirsiniz. Mürəkkəb adın yazılışı ilə bağlı bir şeydir. Yəni, o tipli suallar, asan suallar düşəcək. Üzrü sayın biraz. Hə. Deməli, burada, baxın, bu suala baxaq. Açıq-aydın sözü. Açıq-aydın sözü gedən fonetik prosesin variantlarda öz əksini tapan cavabı istəyir. Belə suallar da məncə çox qarşımıza çıxmayıb. Yəni, bu sual tipi də haradasa yenidir. Hansısa bir fonetik prosesi yuxarıda verir və aşağıda həmin fonetik prosesin təkrarlandığı variantları istəyir. Baxın, belə sual yenə görə bilərik. Bu yenilikdir deyək. Düzdür, yəni elə bir qeyri-adi yenilik deyil ki, bu fantastik bir şeydir. Yox, bu düşə bilər. Gəldik, məsələn, bu potensial qəbul sualımızdır. Uşaqlar, baxın, potensial qəbul sualımızdır. Həmcins üz, həmcins üz, həmcins üz. Bu, ümumiyyətlə düşəcək.
Yəni mən sizə deyim, həmçə süzdür ya da əlavədir. Bunların ikisindən biri də ola bilər, hər ikisi də ola bilər. Subyektin obyekt yerinə keçməsi, məsələn, məhsul növdə olur, bilirsiniz. Və yaxud da subyekt həm də obyektin özüdür məsələsi. Bu şeylər də ümumiyyətlə son vaxtlar salınan məsələlərdir. Bunlar buraxılışda da, blokda da bunlara toxunulur. Ehtiyatlı olun, düşə bilər. Gəldik bura, baxın, əlavə. Əlavə xitab. Xitab zaten, xitab arasöz bir sual olacaq. Bunu bilirsiniz. Ona görə diqqətlə, hər şeyinə diqqət etməlisiniz. Məsələn, sintaktik vəzifə daşıyırmı, daşımırmı xitablar? Daşıyırmı? Yazın görün aşağıda. Nə bilim, əlavələr. Görürsünüzmü? İşlənib. Nəyin əlavəsidir? Baxın, uşaqlar çətin çəkirlər. Söz birləşməsinin asıl tərəfinin əlavəsində. Problemləriniz varsa vaxtında həll edin. Düşəcək. Belə sualları tutmaq olmur. Bu hansısa bir məzəmmət söz olmasın, sabah bir başqa söz olacaq. Yəni, hər hansı bir sözün mənasını soruşa bilər o heç. Çünki bu tip deyil də, başqa tipdə düşə bilər. Yəqin ki, başqa olacaq. Bu suallar çox dəyişkən bir şeydir. Yəni, onları hansısa bir şeyə görə demək olmaz ki, bu sualı diqqət edin, düşəcək bu mövzu. Necə sözü sifətin yerində işlənib? Sadəcə burada uşaqlar bilməlidirlər ki, sifət isimdən qabaq gəlir. Yəni, çox da rahat sualdır. Nə bilim, yəni yazmayanlar yazmayıblar yenə də. Gəldik bura. Məsələn, burada, məsələn, baxın, söz birləşməsi, təsriflənməyən forma. Təsriflənməyən formaya aid ən azı 2-3 dənə sual görəsiniz. Fərqli-fərqli suallarda toxunacaq. Birində, məsələn, bir yerdə toxunacaq. Birində belə sual tam ona aid edəcək. Amma görəsiniz. Bu tipli sual. Yalnız elmi, bəşəri, həqiqətlər. Bu cümlələri verib, məsələn, görürsünüz. Cümlələrlə bağlı uyğunluq məsələsi. Baxın, bu cümlələrlə bağlı uyğunluq məsələsi. Bu tipli suallar da düşəcək, cədvəl onsuz da düşür. Tip olaraq deyirəm. Yəni, bunun yerinə bir başqa cümlə olacaq, nə bilim, başqa bir şey soruşacaq, variantlar dəyişəcək, amma cədvəl qalacaq deyək. Belə şeylərə diqqət edin. Bu sual tipi son vaxtlar bir neçə ildir düşür, amma fərqli formalarda düşür. Məsələn, quruluşca düzəltmə sifət adi dərəcədədir və yaxud da 3 dərəcənin içində də işlənib quruluşca düzəltmə sifət. Quruluşca saat mürəkkəb, sözün quruluşca 3 növünə aid nümunə var. Quruluşca növ, baxın, sözün quruluşu. Bu məsələyə yenə toxunacaqlar, çox güman ki, amma bilmirəm, burada açıq sual da olar, qapalı sual da olar. Onsuz da buna gəldikdə, məsələn, vasitəsiz nitq mövzusu, belə deyək də, bu mövzunu biz buraxılışda keçən vaxt uşaqların çoxu deyir ki, hələ sürət qrupunda uşaqlar deyir ki, ay müəllim, bunu biz keçməmişik, falandır, belədir, elədir, düşmür. Proqramda var axı, proqramda olan hər şey potensial qəbul sualıdır və yaxud da buraxılış sualıdır. Düşdü, buraxılışda düşdü, blokda da yəni əyninizdədir, yəni düşəcək, narahat olmayın. Çox da ora-bura qaçmayın. Vasitəsində dialoq forması xüsusən də düşmə ehtimalı çox böyükdür. İki baş üz ismi birləşmə ilə hər iki baş üzlə ifadə olunub. Feili xəbərlidir, ismi xəbərlidir, baş üzvü mürəkkəbdir. Bu şeylər onsuz da düşür da. Yəni, bu olmasın da bunun əmsi oğlu gəlib düşəcək. Yəni, siz bundan qaça bilərsinizmi? Yox. Bu sual potensial hər zaman düşəcək sual. Zaten gedib qabağınıza çıxacaq. Məsələn, tabeli mürəkkəb cümlə. Sasə ilə bağlanıb, nə ilə bağlanıb, hansı forma gələndə birinci hansı gəlir? Bu tərəfi şəxsizdir, o tərəfi müəyyəndirmi? Belə sual dəqiq var. Düşünün ki, gedib qabağınıza çıxacaq. Zərflə bağlı ömür boyu hər zaman sual düşür, düşüb. Zərf, zərflik. Məsələn, indi ola bilər zərflik deyər, ya da zərf deyər, bilmirəm. Mən sizə daha çox düşərəm. Baxın, bu sual düşmə ehtimalı varmı? Yox, yox. Bunun düşmə ehtimalı çox da deyil. Yəni, 100-də bəlkə mənə desən ki, neçə ehtimal verərsən buna düşməyə, bəlkə 100-dən 1 də deyərəm. Düşməz, düşməz. Belə deyib keçərəm. Amma bu mu? Bu, baxın. Tip olaraq, bayaq gördünüz, həmin cədvəldir. İkisini görmüşük. Yenə orada da ikisini, üçünü görəcəyik. Və görün, tabelsiz mürəkkəb cümlə bir tərəfdə tabeli mürəkkəb cümlə və tab. Uyğunlaşdır. Baxın, belə sual cümləni dəyişmək şərtindən forma etibarilə yenə eynisi düşə bilər. Baxın bu suala. Sabah gəlib deməyin ki, ay müəllim, demişdiniz düşdü, demişdiniz düşdü. Yaxşımı? Deyirəm düşəcək. Qaldı ki, burada nə? Uşaqlar, bu arada çox paylaşsaz, çox bəyənsəz, təbii ki, ədəbiyyat üçün də belə bir video çəkəcəm. Amma belə hələ ki, çəkmək fikrim yoxdur, düzü vaxtında yoxdur. Eynən, bayaqki cədvəlin nümunəsi. Məsələn, biri birinə aiddir, biri ikisinə aiddir, nə bilim, ikisi üçünə aiddir, filan. Tip olaraq 9-un toplusunda bu tipli suallar var. Düzdür, burada o deyil də, amma o suallardan mən gözləyirəm. Burada da belə bir cümlə verir. Yenə cümlənin təhlili. Cümlənin təhlili ilə bağlı suallar olacaq. İstər
İçində morfoloji baxımdan baxın, burada nə bilim əvəzlik zərf forması, sonra uzlaşma əlaqəsi. Görün hardan hara gedir uşaqlar. Bir toxunur nitq hissəsinə, bir gedir sintaks hissə, oradan ora dəyir, oradan ora. Yəni bir sualın içində bir neçə mövzuya toxunur. Burada saysaz 13-14 dənə sual var ki, onlar təkcə bir mövzuya həsr edilməyib. Geniş mövzulardır. Başa düşdünüzmü? Yəni dəyişir. Uzlaşmadan girir, əvəzlikdən çıxır, sonra asıl tərəfdən vurur, tabesizlik əlaqəsindən çıxır. Nə bilim, belə fərqli məsələlərə toxunur. Modal sözlər müxtəlif məna növü. Bu modal söz deyil də sabah ədat ola bilər, köməkçinin diksiyası filan. Yəni köməkçinin hissələri bir növ əzbərə dayanır bir çox hallarda. Ona görə bu mövzu, bu sual köməkçinin hissələrlə bağlı normalda 2-3 sual olur. Elə biri də budur, düşüb. Yenə baxın, keçən il qəbulda gördüyünüz eyni sual tipi. Keçən ilki qəbuldan qabaq canlı yayımda özüm belə bir sual izah eləmişdim və gedib düşmüşdü. Demək olar ki, aşağı yuxarı birə-bir sual idi. Yenə burada görürsünüz, açıq sualda var. Əlavə. Əlavə neçə dəfə oldu? 2 dənə sualda düşüb. Əlavə olaraq başqa suallarda da bir içinə toxunur. Baxın, gedin əlavə, həmcin söz, tabeli mürəkkəb cümlə, vasitəsiz nitq və söz birləşməsi. Bu dediyim mövzuları dərindən oxuyun. Yaxşımı? Bunları eləyə bilərsiniz. Ondan sonra da inşallah yaxşı nəticə göstərin. Heç qismət olmasın ikinciyə hazırlaşmaq. Olsa da sürət qruplarımız qapısını, darvazasını üzünüzə açıb 24-dən sonra da qoşula bilərsiniz. İndi qoşulsanız daha yaxşı, sizin üçün də endirimli olar. Belə, uğur olsun hər kəsə.